Aysun İsmailova, Rəqsanə İsmailovanın qızı bir belə səs-küy yaradan açıqlama edibdi. Deyib ki, çoxlarının bütöv toya idarə edir aldığı qanararı mən bir saata qazanıram. O dəqiqə bilinir ki, anasının qızı da iddialı, sözü üzə deyən, açıq fikirli. Ümumiyyətlə mən Aysunu çox istəyirəm. Yaxşı qızdır. Belə başlıq da var biri. Onların bir toya aldıqlarını mən bir saata qazanıram. Aysun İsmailova deyib. O bəli, kanalda bir MTV kanalında yayımlanan tarixin bir günü, yəni Tolik'in verilişində olub. Səs-küy yaradıb da öz belə çıxışla ki, öz yaşıdlarım var, onlar toya gedir, oxuyurlar. Mən amma bir saat gedib o toyu idarə edirəm. Çox yüksək qonorar alıram. Aysun İsmailova bildirib ki, ondan çox qat-qat çox məşhur olan ifaçıların bir toyu idarə etdikləri qiymətə o bir saata oxuyub qazanır. Üstəlik həmin müğənnilər ölkə sərhədindən kənarda olan toylara ekonom təyyarə ilə gedirlər, lakin özünün biznes uçuşlarından istifadə etdiyini qeyd edib. Yəni ki, biznes klass deyirlər də, yəni onlar ümumi salonda gedir müğənnilərimiz. Aysun biznes klassda. Yenə də deyirəm, anasının qızı da Aysun. Öpürəm səni Aysun. Allah ananın qapısını açsın inşallah.